Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Bugün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş baş tutub. Görüş zamanı Rusiya prezidenti Azal aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalarda hərtərəfli əməkdaşlığın təmin edildiyini bildirib. O, həmçinin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Ümid edirəm ki, bu əməkdaşlıq sadəcə bərpa edilməyəcək, münasibətlərimizi və müttəfiqliyimizin ruhuna uyğun şəkildə davam edəcək. Biz bunu heç vaxt unutmuruq və imzalanmış müqavilənin bütün əsas müddəalarının icrası üçün əlimizdən gələni edəcəyik deyə Rusiya lideri qeyd edib. Tramp marşrutu müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açan perspektivli investisiya layihəsidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bugün Brüsseldə keçirilən beynəlxalq konfransda deyib. Paşinyan bildirib ki, Cənubi Qafqaz müasir tarixdə ilk dəfə öz potensialını reallaşdırmağa və Avropa ilə Mərkəzi Asiya arasında həm siyasi, həm də logistika sahəsində daha sıx əməkdaşlığa hazırdır. Avqustun 8-də Vaşinqtonda ABŞ prezidentinin dəstəyi ilə Ermənistan və Azərbaycan ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan razılıq əldə edib. Bundan əlavə Ermənistan və ABŞ üçüncü tərəflərlə birlikdə qarşılıqlı şəkildə regionda əlaqələrin genişləndirilməsinə töhfə verəcək, Tramp marşrutu layihəsini həyata keçirəcək, deyə Paşinyan əlavə edib. Ağdamda atası tərəfindən döyülərək ağır xəsarətlər alan 2 yaşlı Musanın vəziyyəti stabilləşib. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bir neçə gün əvvəl həyatda qalması möcüzə sayılan azyaşlı artıq təhlükəli mərhələni geridə qoyub. Xatırladaq ki, 27 avqust 2025-ci il tarixində ağır vəziyyətdə Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilən Musa dərhal komitə tərəfindən nəzarətə götürülüb. Hazırda azyaşlının müalicəsi xəstəxanada davam etdirilir. ABŞ prezidenti Donald Trampın qarşıdakı günlərdə Yaxın Şərqə səfəri gözlənilir. Bu barədə Misir nəşri Əl-Ərəbi Əl-Cədid məlumat yayıb. Məlumata görə Tramp oktyabrın 12-sində bölgəyə səfər edəcək və müəllifi olduğu sülh planı çərçivəsində İsrail və Həmas arasında əldə olunmuş razılaşmaların icrasına şəxsən nəzarət edəcək. Hələlik ABŞ prezidentinin konkret olaraq hansı ölkəyə gedəcəyi açıqlanmasa da, həmin gün Trampın Qəzzada müharibənin dayandırılmasını rəsmi şəkildə elan edəcəyi gözlənilir. Sabah ölkə ərazisində yağıntılı hava şəraiti proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-19, gündüz 21-26 dərəcə isti olacaq. Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq, dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Havanın temperaturu gecə 14-18, gündüz 22-27 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.